Uyğunluğu müəyyən edin. Canlı verilibdir. Qabırğaların mövcudluğu, döş qəfəsi mövcudluğu. İşarələri vardı və aşağıda adları vardı heyvanlarımızın. Tapaq uyğunluğu görək nədir? Qabırğaları mövcuddur, döş qəfəsi mövcuddur. Hansı heyvan? Gəlin burada sadədən başlayaq. Məsələn 3-dən başlayaq. Deməli, qabırğası da vardı, döş qəfəsi vardı. İlk dəfə döş qəfəsi sürünənlərdə yaranıbdır. Tamam, burada qabırğa döş qəfəsi deyirsək, kərtənkələni tapdıq. A. Alligatorda timsahdır, bu da C. Tamam, qabırğası da var, döş qəfəsi də vardı. Üçüncü olacaqdı A, bir də C. İkisi çıxdı, çıxdaş elədik. Sonra digərini tapaq, məsəl üçün 2-ni tapaq. 2-də hansıdır, bax görək heyvanlarımızdan nə deyir? Qabırğaları vardı, amma döş qəfəsi yoxdur. Qabırğası olub, döş qəfəsi olmayan bu balıq olar. Çünki bunlarda qabırğa 2 dəfə yaranıb. Foreldir, şamayıdır. Yəni burada da 2-yə aiddir D və E. Bir dənə qalır, avtomatik çıxdaş eləyəndə test tapdıq burada. Nə işlərsə, qabırğası da yoxdur, döş qəfəsi də yoxdur. Bu da B olacaqdır. Deməli 1B, 2D, E, 3A və C düzgün cavab olacaqdır.